Herkese salam dostlar. C++ seriyamızın 7-ci videosuna xoş gəlmisiniz. Gəlin tapşırığa baxaq. Bu tapşırıq biraz qəliz tapşırıqdır və əsasən özəl bölümlərə uyğun olduğu üçün bunu əslində özəl bölümə salmalıydım. Lakin özəl bölümə başqa maraqlı bir tapşırığım var deyə düşündüm ki, bunu 7-ci bölümə salsam daha maraqlı olar. Həm də 7-ci bölümdə özəl bölüm kimi bir şey olsun. İstifadəçinin adını istəyir, doğum tarixini istəyir, ən sevdiyi rəqəmi istəyir və ən axırda istifadəçi üçün e-mail yaradır. İndi gəlin koda baxaq. İlk öncə burada string istifadəçi adında bir dəyişən yaratmışam. Sonra int doğum tarixi adında bir dəyişən, rəqəm adında bir dəyişən yaratmışam. İndi keçək bu hissəyə. Burada mən siyahıdan istifadə edəcəm. Siyah ilk dəyişənimiz adı olduğu üçün yazaq ki, istifadəçi adını daxil edin. Boşluq da qoyaq ki, bitişik olmasın. Daha sonra keçək ad sətrə. Bu sətrdə isə C-in dəyişənimizin adını kopyalayırıq. İndi bunu da təkrarlayacaq hər dəfə doğum tarixi, rəqəm. Mən bu hissəni keçdim ki, uzun getməsin. Gördüyünüz kimi, bayaq burada istifadəçi adını daxil edin və C-in istifadəçi adı. Burada siyah doğum tarixini qeyd edin, doğum T. Siyahda ən sevdiyiniz rəqəm daxil edin, C-in rəqəm. İndi keçək e-mail düzəltmə hissəsinə. Bunları alandan sonra, bu hissəni alandan sonra keçək e-mail düzəltmə hissəsinə. Belə başlayaq ilk öncə. Bir dənə dəyişən təzədən yaradaq. Burada qarşı olmasın deyə yuxarı hissədə yaratmadım. Burada yaradıram. Int yox. String email bərabərdir. Yox, bərabər. Deməli, burada biz e-mailimiz bizim nəyə bərabərdir? Baxaq. Adına, doğum tarixinə və rəqəminə bərabərdir. Ona görə düşünürəm ki, yəni string email adında bir dəyişən yaratmaqdansa elə siyahı edərək, siyahının içinə bunu daxil etmək olar. Deməli, rəqəm, ilk öncə yazaq adım, istifadəçi adım. Daha sonra altdan xətt yazaq. Bu dəfə doğum tarixi dəyişənim. Daha sonra yenə altdan xətt işarəsi. Bu dəfə rəqəm dəyişəni. Və bundan sonra dırnaq işarəsinin içində ət işarəsi qoyaq. Bir də bula nöqtə olsun. İndi aşağıdakı return 0. İndi keçək kodlara eləyək. İstifadəçi adını daxil edin. İstifadəçi adı olsun. Məsələn, fərqli adlar yazın. Olsun. Toğrul. Doğum tarixinizi qeyd edin. Olsun 1967 məsəl üçün. Ən sevdiyiniz rəqəmi daxil edin. Ən sevdiyim rəqəm olsun 7. İndi Gmail yaratdım. Toğrul altdan xətt 1967, altdan xətt 7, @blablabla.com. Gördüyünüz kimi biz şimdi Gmail yaratdıq və mənim çox xoşuma gəldi bu. Yəni biraz çox belə asan olsa da, Gmail-i necə deyim, kiberdələduzlar üçün çox asan bir Gmail olsa da, ən azından məqsədimizə nail olduq. Gəlin indi başqa cür yoxlayaq. Məsələn, bura slash qoyaq. İndi təzədən run eləyək. Evet, məlumatları fərqli daxil etdim. İstifadəçi adı olsun Nail. Doğum tarixi olsun 2000-ci il. Nailin ən sevdiyi rəqəm olsun, nə bilim, 56. Nail /2000/56 @blablabla.com.
Yenə də məqsədimizə çatdıq. Biz üçün qəşəng bir Gmail yaratdıq. Tapşırıqlı olmasa da bu Gmail üçün parol da qoyması üçün də düzən əlinə keçməməsi üçün bu şeyləri də eləməyi düşünürəm. Məsələn olsun include string kitabxanası. Daha sonra include C-time kitabxanası və include CSTD-lib kitabxanası. Daha sonra daha qarışıq olmaması üçün bu int mail yoxdur, email edəcəm, int email. Daha sonra burada bir dənə də int parol yaradacağım. İndi int parolun içində biz dəyişənimiz kodumuza hər şeyi yazacağıq. İlk dəyişənimiz olsun int simvol sayı bərabərdir 12 dənə simvolumuz olsun. Daha sonra indi mən bu hissədə hərflər, rəqəmlər, simvollar zət onları qeyd edəcəm. İndi o uzun çəkəcək. Hardasa bir yarım saniyə, yarım dəqiqəmizi və yaxud bir dəqiqəmizi ala bilər. Ona görə bu hissəni keçirəm. Bəli, indi gəlin baxaq. String hərflər ABC-dir. Bütün hərflər var. Sonra string rəqəmlər 0-dan 9-a qədər yazılıb. String işarələr bu işarələri verib. İndi hamısını saysam uzun çəkəcək. Sonra string bütün simvollarında bir dəyişən yaratmışıq və bu dəyişən bərabərdir. Hərflər, yəni bu hərflər üstəgə rəqəmlər, üstəgə işarələrin cəmini bərabərdir. Daha sonra keçək aşağı hissəyə. Bu aşağı hissədə isə əvvəlki özü bölümdə tanış olan strand time-dan istifadə edəcəyik. Keçən özəl bölümdə izah elədiyim kimi strand time hər dəfəsində yeni bir random bir şeyin yaratmasına yardım edir. Parol yaratmasına bu bölümdə. Keçən bölümdə isə random komanda xallar yaratmasına yardım edirdi. Daha string parol adında bir dəyişən yaradırıq. Bu dəyişən də bərabərdir boşluq. Yox, boşluq yoxdur, yəni belə sadə. Çünki biz bunu parol daxil edəcəyik bura. Daha sonra aşağı sətirdə for dövrü ilə tanış olanlar üçün for dövrü istifadə edirik. Çünki bu ümumiyyətlə for dövrünü bilənlər, tanış olanlar bilir ki, for dövrü bu cür random kodların, random xal verilmə sistemlərinin, random parol düzəltmə sistemlərinin vaz keçirilməsidir. Random olmasa, yəni özü for dövrü olmasa bunların heç birini etmək olmaz. Bu klassik i bərabərdir, int i bərabərdir 0. Sonra i kiçikdir uzunluq. Aslında bura 12 də yaza bilərdi. Uzunluq, özür sayım, şeyin adı, dəyişənimizin adı. Simvol sayı. Aslında bunu mən 12 də yaza bilərdim. Ama simvol sayı artıq mən belə bir dəyişən vermişəm və bura simvol sayı yazmalıyım ona görə. Və burada da i++. Daha sonra keçək aşağı sətrə bəzəli mötərizəmizi qoyub. Daha sonra forun daxilində yazırıq int index dəyişəni bərabərdir. Bu dəyişən bizi bərabərdir rand. Daha sonra bütün simvollar nokta length. Bunun hamısını sizə izah edəcəm. Biraz səbirli olun. Nokta verici. Daha sonra keçək aşağı sətrə. Hamısını izah edəcəm. Narahat olmayın, dəqiq. Parol üstəcə bərabərdir. Bütün simvollar kvadrat mötərizənin daxilində indeks dəyişəni. Gəlin keçək izaha. Bu
rand hissəsi bizdən random bir parol yaratmağa yardım edən əsas hissələrdən biridir. Daha sonra bütün simvollar length, yəni sıfırdan string bütün simvolların, yəni hərflər, rəqəmlər, simvollara qədər həll edir. Ora qədər olan uzunluqdur. Parol üstəgəl bərabərdirsə bütün simvollar, yəni bütün simvol random parol təyin etməyimizə kömək edən hissədir. Lakin burada mən bir dənə şey səhv qeyd etmişəm. Şimdi keçək ən aşağı sətrə. Bu sətr isə asandır. Keçirik aşağıya. Qeyd edirik buraya. Bəzəkli mətrəsənin altına. Burada yazırıq cout. Parolunuz. Daha sonra isə burada parol qeyd edirik və nöqtə vergülümüzü qoyuruq. Aşağı sətirdə də ki, return 0. Yəni kodu çalışdıraq. Bəli, səhv olacaq, çünki int main hissəmiz yoxdur. Int parol və int emailimiz var. Keçək ən aşağı sətrə int main. Mainin daxilində isə biz email və parol dəyişənləri yazırıq. Daha doğrusu, yəni hissələrini yazırıq. Email və da parol. Yəni çalışdıraq. İstifadəçi adını daxil edək. İstifadəçi adı olsun doğru. Doğum tarixinizi qeyd edin olsun. 2001-ci il. Ən sevdiyiniz rəqəm daxil edin. Məsələn də 90 yazıram da randomlarımızı. Daha sonra deməli belə bir belə bir Gmail yaratdı biz Çön.com və parolunuz da belə bir parol verdi. Yəni bizə qəribə bir parol verdi. Amma yenə də hackerların tapa bilməyəcəyi bir paroldur. Uzun müddət ədləşsələr tapa bilməzlər. Yəqin ki, fikrimizə. Daha sonra indi gördüyünüz kimi bunu birləşdirib verib. Bu hissədə burada bir dənə boşluq var ki, birləşdirib verməsin. Olsun, məsələn, istifadəçi adı olsun. Yenə Tunar olsun bu dəfə. Doğum tarixinizi daxil edək. Olsun 1998-ci il. Ən sevdiyimiz rəqəmi daxil edək. Olsun 47. Tunar 1998 47@blablabla.com parolunuz belə bir parol verdi. İndi bunu web saytlarda, yəni daxil olma hissələrində bunu qəbul etməyiblər. Çünki bəzi işarələr bildiyiniz kimi qəbul olunmur. Amma yenə də bizim məqsədimiz, öz məqsədimizə çatdıq. Biz üçün gözəl bir Gmail yaradır. Parolumuzdakı, yəni çətin bir parol yaradır. Yenə də demirəm bu işə yaraya bilər hər web saytda və yaxud hansısa bir email yaradanda bu işə yaramaya da bilər. Amma əsas məqsədimizə çatdıq, tapşırıqda nə verdiyini eləyə bildik. Növbəti videolarda görüşənədək.